Salam, hər vaxtınız xeyir. Yeni test izah videosunda hər birinizi xoş gördük. Bugünkü test izahımız DİM 2-ci hissə test toplusu 2023 natrium, kalium, kalsium, alüminium bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarıdır. Onlayn dərslər üçün 050 584 28 14 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallar. Birinci sualda deyir, gördüyünüz şəkildə hər iki qabda verilmiş maddələr tam sərf olunarsa M və X-i hesablayın. Hər iki qabda verilmiş maddələr tam sərf olunur. Deməli, kalsium hidridin su ilə reaksiyasını yazsaq, kalsium hidroksid və hidrogen alınır. Bura 2 atdıq, burada 2 atdırıq, düzəlir. 63 qram kalsium hidrid M qram su ilə reaksiya girir. Kalsium hidrid 42'də kalsium hidrid 42 qramda 36 qram. Burada M'i hesablasaq 63 vur 36 böl 42. Bu M ilə də 54. Deməli M'ləri 54 tapdıq. Və ikinci reaksiyada M'i 54 bildiyimizə görə M'ə görə kalsium oksidin kütləsini hesablayacağıq. Kalsium oksidin də su ilə reaksiyasını yazsaq kalsium hidroksid alınır. Əmsallar elə burada birim birədir. X qram kalsium oksidlə M qram, yəni 54 qram su reaksiya girir. 56 qramdan da 18 girər nəzəri olaraq. X da eləyəcək 56 vur 3 168. İkinci sual. Maddələr verir, mol sayları AA plus 1 ise maddə ilə tam reaksiya daxil olan suyun mol sayı 3 mol. Deməli, burada 3'ə görə A-nı tapacağıq, bura qoyub B-ni tapacağıq, B-dən də C-ni tapacağıq. Deməli, kalium hidrid plus su reaksiyası, kalium hidroksid və H2, lityum oksid su ilə 2 mol lityum hidroksid, natriumun su ilə natrium hidroksid və 0,5 H2. Deməli, reaksiyalarımız birim birədir. 3 mol su, nəzəri olaraq 1 mol su, 1 mol kalium hidroksidlə reaksiya girir. 3 molu da 3 molla girir. Bizə A deyib 3. A deməli 3 imiş. Onda lityum oksid A plus 1 olduğuna görə 4 olacaq. 1 mol lityum oksid nəzəri olaraq 1 mol su ilə reaksiya girər. 4 molla girər. İndi burada B 4 imiş demək ki. B 4 imiş. Natriumda C mol natrium A plus B mol su ilə, yəni A plus B 3 plus 4 7 mol su ilə reaksiya girir. 1 mol nəzəri olaraq 1 molla reaksiya girer. C də 7 oldu. A, B, C-ni hesablayın. A-nı 3 tapdıq, B-ni 4 tapdıq, C-ni də 7. Üçüncü sualda deyir, magnezium nitratın parçalama reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Magnezium nitrat, magnezium NO2, magnezium oksid, NO2 və O2 verirdi bildiyimiz kimi. Və burada 2 NO2 atsaq, məcburuq ki 3, 2, 6, 1, 4, 0,5 buradıq. Əmsallaşdırın deyirsə, siz burada məcbur tam əmsallardan istifadə eləməlisiniz. Ona görə də bütün əmsalları 2'yə vururam. Oksigen 0,5 1 qalır. NO2 2 idi 4. Magnezium oksid 2 burada 2. Yazıb əmsallaşdırdıq. 1 mol duzun tam parçalanmasına alınan qaz qarışığının ümumi həcmini normal şərtdə litrdə hesablayın. Nəzəri olaraq 2 mol magnezium nitrat parçalansa 4 o da 1. 5 mol, yəni 5 vurur 22 onda 4 litr qaz qarışığı alınır. 1 mol parçalansa X litr qaz qarışığı alınır və 2 dəfə az. 5 vurur 22 onda 4 112 litrdir. 2 dəfə azalsaq 56 litr edir. Dördüncü sual. Qarışığın tərkibi natrium hidrid, kalsium hidrid qarışığın kütləsi, mol sayları N'in, kütlə M, su ilə tam reaksiya alınan qələvilər qarışığı. Bunların hər birinin reaksiyasını yazsaq,
Əslində belə baxaq. Kalsium H2-dən də kalsium OH2 alınır. Burada bu artım N mol natrium hidrid özünə N mol oksigen, atomar oksigen birləşdirər. N mol kalsium hidrid də özünə 2N mol atomar oksigen birləşdirər. Onda bu oksigenlərin cəmi 3N oksigen olar, atomar oksigen. Bu da 9.6-ya bərabərdir. Onda 3N vur oksigen 16 bərabər 9.6 desəm, 9.6 bölünsün 48, N 0.2 mol. Bunun inanmıram ki, bunun daha rahat həlli üsulu olur. N 0.2, M də bunların 0.2 molların kütləsi. 0.2 vurulsun. Heç bir ARMR verməyib. Natrium hidrid 24'dür. 0.2 vurulsun. Kalsium hidrid 42'dir. 24 ilə 42'ni toplayıb 0.2'ye vura bilərik. 13.2. 5-ci sual. Mis 2 xlorid dozunu suda məhlul natrium əlavə etdikdə baş verən reaksiya təhlillərini yazın və əmsallaşdırın. Natriumu mis 2 xloridin suda məhluluna əlavə etdikdə biz bilirdik ki, magneziumdan əvvəlki metallar aktiv olduqları üçün həmin metallar özlərindən sonra gələn metalların duzlarının suda məhluluna əlavə etdikdə ilk öncə su ilə reaksiya gedir. Yəni natriumu mis 2 xloridin suda məhluluna atanda natrium ilk öncə su ilə reaksiya daxil olacaq. Və alınan qələvi məhluldakı duz ilə reaksiya daxil olur. Və bu cür bir reaksiya baş verir. Bizdən istəmir yekun tənliyi, amma yekun tənlikdə belə olur. Oxşarlar. 2 natrium plus mis xlor 2 plus 2H2 mis 2 hidroksid natrium xlorid və hidrogen. Yekun da budur. 6-cı sual. Kalsium hidroksid məhlulu 1850 qram onda 1 faizli, yəni 1850 vurulsun %onda 1. Nə kiçik rəqəm. Bu vergülü bir dənə bununla silsək, 1,85 qram kalsium hidroksid var orada. Kalsium hidroksidin MR-in bir dənə burada mən qeyd edeyim, mənə lazım olacaq. 74'dür. Kalsium xlorid 111'dir. Kalsium hidroksid də kalsium hidroksid yazdım da. Bəli. İndi kalsium hidroksidi götürüb H-xlorla reaksiya salıb. Reaksiyadan sonra məhlulda olan maddə. Kalsium hidroksid H-xlorla reaksiya girib. Özü deyir kalsium xloridi alınır və biz bilirik ki, buradan su da alınacaq. 2 atdıq. Demək ki, əgər reaksiyadan əvvəl kalsium hidroksid var və reaksiyadan sonra da kalsium hidroksid varsa, bu 1,85 qram kalsium hidroksidin hamısı reaksiya daxil olmayıb. 1,85 var. M qramı artıq qalıbsa, deməli 1 tam fərqli rənglə yazaq. 1,85 çıx M qram reaksiya daxil olur. Və bu zaman M qram kalsium xlorid alınır. Bura yazırıq 74, burada yazırıq 111. Əslində fərqlə yenə baxa bilərik. Bu buradan nə qədər çoxdur? Şərtə görə 1,85 qram çox. Nəzəri olaraq 111 də 74'dən 37 qram çoxdur. Və bizdən nə istəyir? M istəyir, X istəyir. Taparıq. Hamısını taparıq. Necə tapacağıq? Baxın. Fərqləri çıxartdıq. İşimiz rahatdır. X mol deyir, yazdıq. 2 mol nəzəri olaraq. Deməli, 1,85
fərqdə x mol xlorid turşusu sərf olunur. 37 qram fərqdə 2 mol. X-i buradan tənasübü həll eləsəm, yəni 1,85 vur 2 böl 37 0,1. M istəyir, M-i də hesablayacaq. 1,85 fərqdə M qram kalsium xlorid alınır. 37 fərqdə 111 qram. Buradan da M-i tapaq. Yenə 1,85 vur 111 böl 37. Bu da eləyir. M bərabərdir 5,55 qram. Bu qədər. 7-ci sual. Deməli, natrium hidrokarbonat məhlulu, natrium hidroksid reaksiyadan sonra məhlulu olan bizdən XY istəyir. Baxaq. Natrium hidrokarbonat məhlulu var. 840 qram, 2,5 faizli. Nə kiçik faizlərdir bunlar. Deməli, bu vergülləri silək. 84 vur 2,5 böl 10. 21 qram. 21 qram natrium hidrokarbonat var. Natrium hidrokarbonatın MR-i 106'dır. Natrium hidroksidində nə qədərdir? 40 olmalıdır deyəsən. 23 plus 17. Bəli, 40'dır. 21 qram natrium hidrokarbonat 21 bölü 106. Bu nəsə tam mol vermədi mənə. Bəlkə mən oranı səhv hesablamışam. 840 vurulsun. Yox, düz hesablamışam. Aha. Belə başa düşürük ki, natrium hidrokarbonat tam reaksiya girməyəcək. Natrium HCO3 plus natrium OH alınır. Nə alınır? Natrium karbonat və su, 1 mol su. Bu x qramdır. Bu y qramdır. 40, 110, y mol. Hə, natrium hidrokarbonatı mən MR-in səhv. 106 demişəm, bu səhvdir. 23 üstə 1 üstə 84'e bölmeliydim. 0,125 mi? Əslində reaksiya tam daxil olan desəydi daha yaxşı olardı. Belə reaksiya onsuz da burada deyirmiş. Reaksiyadan sonra məhlulda olan maddə natrium karbonatdırsa, deməli natrium hidrokarbonat və natrium OH yoxdur. Demək onlar tam sərf olunublar. Çox sadə məsələymiş. Sadəcə MR-i mən səhv hesabladığım üçün natrium hidrokarbonatın o mənə biraz tərəddüddə saxlamışdı ki, tam rəqəm vermirdi mol. Belə fikirləşirdim ki, onda natrium hidrokarbonat tam zərf olunmayacaq. Sırf hesab səhvinə görə olmuşdu. Yəni çətin məsələ deyil. 84 bura 21. Elə bil 21'ə görə həm bu x-i, həm də bu y-i hesablayacaq. 4 dəfə azalma var. Bunu da 4 dəfə azaldırıq. Bunu da 4 dəfə azaldırıq. 40'ı 4 dəfə azaldığında x 10 qram eləyir. Biri 4 dəfə azaldığında 0,125 mol eləyir. Yəni bu qədər. 8-ci sual. Alüminium və magneziumdan ibarət 5,1 qram qarışıq artı ilə xlorid turşusu reaksiya normal şərtdə 5,6 litr qaz alır. Xlorid turşusundan bunlar hər ikisi reaksiya girər. Demək, 1 mol alüminium bildiyimiz kimi 1,5 mol hidrogen çıxarır. 1 mol magnezium 1 mol hidrogen çıxarır. Və burada gəlin belə eləyək də. Sistemlə də eləyə bilərik. Belə bir şey də eləyək. 5,6 litr hidrogen 0,125 moldur. Fərz eləyək. Bu reaksiyada A mol hidrogen alınıb. Onda bu reaksiyada B mol hidrogen alınır. Və yaxud 0,125 minus B. İndi 1,5 mol hidrogen alınanda
27 qram magnezium reaksiyaya girirdisə, bunu biraz aşağı gətirim. Bəs A-da nə qədər alüminium reaksiya daxil olar? 27 böl 1/5 18 A. Eyni şey magnezium üçün eləyəcəm. 1 mol hidrogen alınanda 24 qram magnezium reaksiya daxil olursa, 0,125 minus B molda isə neçə qram olar? Bunu vururuq burayla. 24 vurulsa 0,125 elədi 6 minus 0,24 B. 24 A, 24 A. Buna A demişəm, olursa 0,125 minus A olacaq. 24 A. Və baxın, bu və bunun cəmi 5,1 qramdır. Niyə görə 5,1 qramdır? Niyə deyirik bunlar tam sərf olunur? Çünki artıq miqdarda xlorid turşusuna reaksiya giriblər. Xlorid turşusu artıq miqdardadırsa, orada olan alüminium və magnezium qarışığı tam sərf olunacaq. Yazıram. 18A plus 6 minus 24A bərabərdir 5,1. Deməli, A-ları sağa, 5,1-i sola keçirsəm, 0,9 bərabərdir. 24-dən 18 çıxsa, 6A-ya, A da bərabərdir 0,115 mol. İndi, alüminiumun qarışığa deyir, qarşıda neçə qram alüminium olduğunu. Alüminium 18A demişik, M alüminium. Və A-ya da 0,115 tapdıq. 18 vurulsun 0,15. Deyir 2,7 qram. Bu belə. Və reaksiya sərf olunan turşunun mol sayını hesablayın. İndi, baxın, burada bizim 2,7 qram alüminium var. Bu edir 0,1 mol. 0,1 mol. Molun emi biraz çox getdi. Alüminium. Magneziumumuz cəmi 5,1 qramdır bu qarışıq. 2,7-si əgər alüminiumdursa, 5,1 çıx 2,7, 2,4 qramda magnezium var. Bu da 0,1 mol magneziumdur. Və belə bir qayda bilirik ki, indi bilmirəm bilirsiniz yoxsa yox. 1 mol metal öz valenti böl turşunun əsaslığı molda turşu ilə reaksiya girir. Yəni, alüminium 3 valentlidir. 1 mol alüminium valenti böl turşunun əsaslığı molda, yəni 1 mol alüminium 3 mol H-xlorla reaksiya girer. 0,1 molda 0,3 mol. Magnezium 2 valentlidir. 1 mol magnezium 2 mol xlorid turşusuna reaksiya girer. 0,1 molu 0,2 mol. Reaksiyalara tam sərf olunan xlorid turşusu 0,5 mol olacaq. Bəli. Bu da belə. Və 9-cu suala baxırıq. 400 qram 10%lik kalsium bromid məhlulu reaksiya daxil olan. Demək, 400 qram 10%lik kalsium bromid məhlulunda 40 qram kalsium bromid var ki, kalsium bromidin emerini inşallah bu dəfə düz hesablayacağım. 40 o da 200 qramdır. Və 40 qram kalsium bromid də 40 böl 200 0,2 mol kalsium bromid var demək ki məhlulda. Və kalsium bromid və kalium karbonat reaksiyasını yazıb əmsallaşdırsam, kalsium karbonat və 2 molda kalium bromidi alınacaq. Nəzəri olaraq 1 mol kalsium bromidlə 1 mol kalium karbonat reaksiya daxil olar. 0,2 mol tapmışam kalsium bromid, deməli 0,2 mol kalium karbonat reaksiya daxil olar. Birinci cavabını tapdıq. Və neçə qram çöküntü alınır? Nəzəri olaraq 1 mol kalsium bromiddən 100 qram kalsium karbonat çöküntüsü alınır. 0,2-dən x desək, x da 20 qram olacaq. İkinin də cavabını tapdıq. Bağışlayın. Və 10-cu sual. 800 qram x faizli natrium hidroksid məhlulu. 800 qram x faizli natrium hidroksid məhluluna 800 vurulsun %x. Yəni 8x qram natrium hidroksid var. Və Y mol karbon dioksidin tam reaksiyasına 2 mol natrium karbonat tuzu əmələ gəlmişdir. X və Y hesablı. Natrium hidroksid və karbon dioksid natrium karbonat əmələ gətiriblərsə, yadda saxlayın, burada suda alınır.
və əmsallar nisbəti 1-in 2-yə olur. İndi 2 mol natrium karbonat əmələ gəlibsə, Y mol deyir karbon dioksid sərf olunub və biz də tapdıq ki 8x qramda natrium hidroksid sərf olunub. Nəzəri olaraq 1 mol natrium karbonat almaq üçün 2 mol karbon dioksid sərf olunur və 40 qram natrium hidroksid sərf olunur. 2 dəfə çox. Yəni Y olacaq 4 mol, X da olacaq 8x bərabərdir 80, X bərabərdir 10. Deməli X 10%liymiş. Bəli, əziz izləyicilər, növbəti video izahının sonuna gəldik. Bu qədər. Sağ olun.